Vaşinqtondakı Qarabağ fondundan mənə bu sərgini təklif eləyəndə onlar mənə dedilər ki, bütün əsərlərimlə, keçmiş əsərlərimlə bir sərgi düzəltmək istəyirlər. Mən o saat ağlıma bir fikir gəldi ki, Qarabağ fondundan mən niyə köhnə şəkillər qoymalıyam? O saat nəsə yadıma düşdü, bir xəyalımda bir saniyənin içində uçdum Qarabağın üzərindən, o şəkilləri gördüm oradan. Və fikirləşdim mövzu Səməd Vurğunun 5 yaşından əzbər bildiyim bir şeirindən bir parça. Könlüm keçir Qarabağdan, gah bu dağdan, gah o dağdan. Axşamüstü qoy uzaqdan, havalansın xanın səsi, Qarabağın şikəstəsi. Bu misralarla könlüm keçir Qarabağdan, xəyalım getdi Qarabağa və bir neçə gün oturdum, eskizlərin üzərində işlədim. Başladım xəyalımla gəzməyə o torpaqları. Uşaq vaxtında məktəbimizin pəncərəsindən gördüyüm Şahbulaq dağı, evimizin yanından 3 dəqiqəlik piyada yolda imarətdə Natəvanın, Pənah xanın məqbərəsi, sonra Qarabağı cıdır düzsüz fikirləşmək mümkün deyil, Əskərən qalası. Eskizlərin üzərində işlədim, sonra Qarabağ fondu ilə danışdım ki, bəs sərgi tamam yeni bir sərgi olacaq. Bütün mövzu ancaq Qarabağ mənzərələri. Onlar çox şad oldular. Eskizləri görəndə mənə qaleriyanın harada yerləşdiyini dedilər. Gəldim qaleriyanı baxdım, doğrudan ikinci bir həvəs gəldi mənə, ona görə ki, çox gözəl qaleriyadır. Memarlıq tərəfdən, işıqlanma tərəfdən çox gözəl təşkil olunmuş bir sərgidir. Çox məmnunam ki, bunu bir yerdə təşkil edə bildik. Qarabağ fonduna böyük minnətdarlığımı bildirirəm. Və rəsmləri mən dekabrdan başladım işləməyə. Sərgi fevralın əvvəlində 2 ay çox az vaxtı və ona görə demək olar gecə-gündüz heç yuxum da gəlmirdi yatmağa. Ona görə ki, xəyalımda tamamilə başqa bir dünyadaydım. O dünyadakı əlim çata bilmir. Mən dünyanın hər bir nöqtəsində istədiyim vaxt ola bilərəm, ancaq doğma torpağımda mən gedib bir 5 dəqiqə ətrafa baxmağa bizim imkanımız yoxdur. Bu biraz çox acınacaqlı bir vəziyyətdir. Ona görə mən gecələr yata bilmirdim, ancaq bu sərginin haqqında fikirləşməkdən. Ona görə gecələr, günüzlər işləyə-işləyə, muğama qulaq asasa, elə bil ki, 2 aylıq bir yuxuya getdim, oyananda gördüm hər şey hazırdır. O qədər asan alındı, şəkillər o qədər öz-özünə gəldi ki, fikirlər, onu heç bir təsəvvür edə bilməzdim ki, mən 2 aya bu qədər şəkilləri bitirib sərgiyə qoya bilərəm. Bugün də gördünüz, gələn adamların sayları, onların göstərdikləri maraqlara görə çox belə fəxr edirəm ki, Amerikalı dostlarıma mən doğma torpağımdan bir parça göstərə bildim. Onların Azərbaycan haqqında ancaq neft buruqlarının və yarım səhra mənzərəli Bakı ətraflarının şəkilləri, onların fikrində belə bir fikir oyanır ki, həmişə Azərbaycan ancaq yarım səhra bir yerdir. Bakının ətrafı çox gözəl yerləri var, amma bizim doğrudan da Azərbaycanın çox gözəl gülşələri var. Bizim gözəl çaylarımız, dağlarımız, meşələrimiz, göllərimiz var. Və mən əgər bir neçə Amerikanlının fikrində Azərbaycan haqqında bir balaca başqa gözəl təsəvvür yarada bildimsə, onda özümü çox xoşbəxt hiss edirəm. Ona görə də çox məmnunam ki, bu sərgi baş tutdu və dünən başqa bir dəvətnamə aldım, təsdiqləndi. Aprel ayında bu sərgi beləliklə eyni bu şəkillərlə Lancaster, Pensilvaniyada keçiriləcək bir aylıq. Sonra bizim Houston, Texas səfərimiz olacaq. Los Angeles, Kaliforniya, New York və başqa bir plan Meksika City'də səfirliyimizin əli ilə sərgi keçiriləcək. Məncə mən bunu çox böyük uğur sayıram. Çox sağ olsun Qarabağ fondu ki, bizə kömək elədilər. Bu cür sərgini bu cür yüksək səviyyədə biz keçirə bildik. Çox məmnunum. Yavər bəy, necə fikirləşirsiniz? Bu mövzunu davam etdirəcəksiniz. Yəni sərgi böyük uğur qazandı. Artıq dəvətlər almısınız. Bu mövzu ilə, bu təşəbbüslə necə bilirsiniz? Sonradan yaradıcılığınızı davam etdirə biləcəksiniz. Yəni məhz yaradıcılığınızın bu dövrü, Qarabağ düşüncələri dövrü gəlibmi? Necə fikirləşirsiniz? Məncə siz tamamilə sizin fikrinizlə razıyam. Bu mövzunu kitab kimi bağlayıb kənara qoymaq mümkün deyil. Ona görə ki, mən eskizlər üzərində işləyəndə o qədər ideyalar gəldi ki, onları bir yerə toplayıb qutarmaq mümkün deyil.
Ona görə bu şəkillər hələ davam edəcək. Yəqin bu Qarabağ könlüm keçir Qarabağdan silsiləli şəkillər arxası gəlir. Yəqin mən çox istəyərdim ki, bu sərgini Bakıya da aparaq. Heç olmasa bir neçə günlüyə Bakının bir qalereyasında göstərməyə, öz həmvətənlərimiz də görsünlər. Ona görə ki, onların imkanları yoxdur gəlməyə bu tərəflərə və sərgini biz ora apara bilərik. Yəqin biz belə bir proyekt üzərində işləyəcəyik və bütün sərgini yəqin Bakıda göstərəcəyik və bu sərginin arxası gəlir. Yavər bəy, bir sual da vermək istəyirdim. Leylanın yaradıcılığı ilə bağlı ailədə görünür rəssamlığa böyük meyl var, incəsənətə böyük meyl var. Leylanın yaradıcılığını siz həm onun əmisi kimi, həm də bir rəssam kimi necə dəyərləndirirsiniz? Çünki qonaqlar onun rəsmlərini çox bəyəniblər. Siz necə fikirləşirsiniz? Leyla o qədər istedadlı qızdır ki, onu biz uşaq vaxtından çox yaxşı uşaq olduğuna görə çox istəmişdik. Və Leyla ilə biz Amerikada lap yaxınlaşdıq. Ona görə ki, bizim qohumlarımız, mənim başqa qohumlarım yoxdur. Leyla demək olar ki, mənim burada yeganə yaxın qan ailə üzvüdür. Mən onu onsuz da çox istəyirəm. Amma Leylanın uğurları məni o qədər fərəhləndirir ki, bəlkə də bu sərginin belə keçirilməsində məni biraz da həvəsə gətirən bir amil sərgini Leyla ilə birlikdə keçirtməkdir. Ona görə ki, Leyla o qədər istedadlı, o qədər işgüzar və çox belə istiqanlı bir qızdır ki, onunla hər bir işə birgə girməyə mən həmişə razıyam. Özdə çox fəxr elədim ki, mən görürdüm adamların üzlərində, onların ifadələrindən görürdüm ki, nə qədər xoş gəlir onlara Leylanın əsərləri və bu mənə həddindən artıq çox fərəh gətirir və Leylanın çox böyük gələcəyi var. Mən həm memaram, həm rəssamam. Mənim vaxtım iki yerə bölünüb. Mən bəlkə də o qədər işləyə bilmirəm, amma Leyla tamamilə bütün həyatını rəsmə bağlayıb, onun gələcəyi çox böyükdür və ona böyük uğurlar arzulayıram. Bu yəqin ailədən gəlir, amma tək qandan gələn istedadı fikirləşmək olmaz ki, mən istedadlıyam və mənə heç kim çata bilməz. Leyla öz üzərində çox işləyir, gecə-gündüz çalışır, yeni texnikalar öyrənir və onun gələcəyində siz hələ bir çox böyük müvəffəqiyyətlər görəcəksiniz. Çox sağ olun Yavər bəy. Təbrik edirəm bir də.